Məsələn, bəs elə günü-gündən də vəziyyət pisləşir. Nə etmək lazımdır? Yaxşı, tənqid edirik. Bunun bir çıxış yolunda hazırlanır. Belə Onu axırda deyəcəm. Aha. Hələ indi bunları biz tənqid elədikcə mütləq tənqid hər gün olmalıdırlar ki, özlərini islah eləsinlər. Cavandılar. Amma təhsili gəncləşdirmək adı altında təcrübəsiz, qeyri-ixtisas sahiblərini təhsilə doldurmaq ayrı şeydir. Gəncləri yetişdirmək ayrı şeydir. Bir adamın məktəb rəhbəri kimi yetişməsinə 15 il vaxt lazım. 15 il. Düzdür, bizim qanunvericilikdə göstərir ki, 5 il pedaqoji stajı olan müəllim imtahan verib direktor ola bilər. Amma bu indi xüsusi istedadlı adamlara aiddir. Üzrsə, keçmiş nazir Misir Mərdanov deyir ki, uşaqlardan, yəni ibtidai siniflərdə o imtahanlar var ki, əlifbanı bilməyən uşaqlardan imtahan götürürlər. Düzdür. Bax, Hətta deyir, Yaponiya bizdən 100 il irəlidə, amma Yaponiya kimi ölkədə belə bir şey yoxdur. Yoxdur, heç bir yerdə yoxdur. Belə şey yoxdur axı. Demək, bizdə bilirsiniz nətərdir, dostlar. Məsələn, əvvəl təyinatlar vardı. Filankəs savadlıdır, bəli. Bu gəldi İqtisadi İnkişaf Nazirliyinə inkişaf eləyəcək, kənd təsərrüfatı inkişaf eləyəcək. İndi baxıram bu nazirliklərdə olan təyinatlara, mən belə baxıram ki, bunlar necə deyərlər, belə bir ki, harda Maxinasiya İnstitutunun təmsilçiləri var, bunlar setdir bir-biri ilə vəzifəyə təyin. Məsələn, bu direktor, bunun başı yaxşı işləyir, yaxşı testdən pul gətirəcək, bu şöbə müdürü yaxşıdır, pesok çəkəndə yaxşı qramda vurur bunu. Biz indi Şəmsi müəllim vəzifə təyinatlarına işləmək üçün yox, pul qazanmaq üçün kadrlar axtarırlar. Mən onu deyirəm ki, təhsil elə bir sahədir ki, ona biznes kimi baxmaq olmaz. Fakt baxırlar. Təhsili bu günə salan biri odur, digəri isə məktəblərdə tərbiyə mühitinin pozulmasıdır. Aqil müəllim, məktəblərdə bunlar uşaq hüquqları adı ilə, ay uşaq hüququ, güya indi bunlara qədər uşaq hüquqları olmayıb Azərbaycanda, belə çıxır. Belə çıxır ki, bunlar gələnə qədər uşaqların ancaq hüquqları pozulurmuş. Və elə bir şərait yaratdılar ki, tərbiyəsizlik mühiti, tərbiyə olmayan yerdə təhsildən danışmağa dəyməz. Əgər Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi elə bil ki, üzr istəyirəm, tərbiyəsizlər istehsal edilir, bununla bağlı yarışa çıxıblar. Sənin məktəb direktorun mavini, təlim tərbiyə, o nədir o qadının danışına bax, ayıb deyilmi? Utanıb ölürsün. Onun rəhbəri elədi, kollektiv nə olacaqdı? Onun dediyi dərs nə olacaqdı? Hətta pula görə, nə bilim, nəyinizi başınıza, mən bunu buradan utanıram, deyəmirəm, mən buradan xanımlar izləyir, bəylər, qardaşlar. Nədir, yığılan pulu buna çox çatmayıbdır. Baxın da. Onu kim təyin eləyib ora? Kim sənin karantin durub? Və üzrə Şəmsi müəllim, nazir açıqlamasında gözəl bir açıqlama verdi, mən onu efirdə dedim. Və hətta deyir ki, imtahanlar, bu imtahanları da kimlər hazırlayır? Deyir, bunlar da bilinmir ki, bu imtahan suallarını kimlər hazırlayır? Bunlar da bilinmir, o uşaqlar üçün. Hansı imtahan sualları? Demir ki, bəs ibtidai əlifbanı bilməyən uşaqlardan imtina götürülür. Misir müəllim deyir ki, kim hazırladığı məlum deyil. Deyir, heç bizim dərslər kimi dərs də yoxdur. Bir uşaqdan nə qədər imtahan götürmək olar? Heç kim də bilmir ki, imtahanın sualını kim hazırlayır? Bu suallar uşağın yaşına uyğundurmu? Yaxud biz məktəbdə uşağa həmin sualla uyğun bilik və bacarıq verə bilərikmi? Bilirsiniz, mən indi işləmişəm də, müəllim işləmişəm. Bir var testi mən tərtib eləyirdim, mən. Özüm də təqdim eləyirdim. Bu şeyi əgər baxırdım, bu mövzunu mən keçməmişəmsə, öyrətməmişəmsə, artıq əgər o mövzudan mənim verdiyim testdə sual varsa, bu artıq
o deməkdir ki, mən o şagirdin qiymətini aşağı salmaq fikrim var. Öyrətməyədiyim şeyi necə soruşum bu uşaqdan? Elə deyilmi? Bəli. Adam əvvəlcə bir şeyi öyrədir, sonra öyrətdiyinin hansı səviyyədə qavranıldığını yoxlayır. Elədirmi? Düz. Yaxşı, sən bir şey öyrətməyibsən. Tamam başqa şeylər tədris eləyib, gətirib başqa suallar salırsansa, adını da qoysan məntiqi testlər. İndi mən sizə bir şey deyim, yadımdan çıxmamış. Orta məktəbi necə bitirmişsiniz? Əla. 2-ci sinifin məsələsini həll eləyə bilsən, mən bığımı qırxıb atarım. İndi. Ha, indi. Maraqlı. 2-ci sinifin məsələsini həll eləyə bilməzsin. Bilirsiniz, hər kəsin çiyninə götürə bildiyi qədər yük qoyulmalıdır. Və o ən ağır yükü götürməyə öyrəşənə qədər yavaş-yavaş yüklənməlisən. Bəli, Misir müəllimin dediyi odur ki, birinci sinif şagirdinə, ikinci sinif şagirdinə bu ağırlıqda materialı verib, sən nə eləmək istəyirsən? Sən onu eləmək istəyirsən ki, hamı küt olsun, kəmsavad olsun. Mən bax, tam məsuliyyətimlə deyirəm. Sabah gedək ikinci sinifin riyaziyyat kitabını gətirin, deyim, bu məsələləri həll edilməyiz. Yazın, çox xahiş edirəm, bəyənin dostlar, burada... O yazsınlar, desinlər ki, Şəmsi müəllim yalan deyir. Dünən tələbə yoldaşımla söhbət edirəm, rayonların birində tarix müəllim işdir. Deyirəm ki, mən 3-4 ildə aralanmışam da kitab. Deyir Şəmsi müəllim, kitablı dərsliklər nə gündədir? Bütün deyir, yoxdur, eləcək xərtədir, hökümdar bir səhvə boyda hökümdarın şəklini verir. Nə edirəm hökümdarın şəklini? Sən buraya material yoxdur deyir. Mövzu var, material yoxdur. Şəkildir, xərtədir. Adı olub dərslik. Bax, budur, bununla belə yıxırlar. Belə məhv eləyirlər. Dərsliyin bir kitabda bir cürdür. Birində başqa cürdür. Tarixlər qarışıq. Ağlına gələni, xərtələr yaman gündə. Bu nə deməkdir? Aha, bir də, bax... İndi də gətirib kenguru. Demək deyir ki, düzəlmişsə hər yarağımız. İndi kenguruya gələcək. Kenguruya gələcək. Demək və Azərbaycan təhsilində bu repetitorluq institutunda elə formalaşdırırlar. Elə bil ki, 2 alternativ təhsil sistemi yaranıb da, orta məktəblərə alternativ təhsil sistemi. İndi Şəmsi müəllim, bax burada 2 şəxs sizə salam göndərir. Aleyküm. Biri Qurban Qurbanov, salam Aqil bəy və Şəmsi bəy, salamlar. Bir də Habib Şirinov Aqil müəllim Şəmsi bəyə mənim salamlarımı çatdırır. Salam doktor, salam. Hər ikisi müharibə görmüş, tanıyırsınızmı? Yaxşı tanıyıram. Polkovnik. Müharibə görmüş. Hərbi həkim. Murovda xidmət olan insanlardır. Bax, bu günləri indi zabitlər məni düzgün başa düşər. Orta məktəblərdə bu əxlaqla, bu tərbiyə ilə böyüyən şagirdlər sabah səngərdə vətən qarşısında hansı xidmətlərini normal ödəyə biləcək? Yəni, yenə də deyirəm, elə bil ki, Azərbaycan məktəbləri yalnız bal yarışına giriblər, əzbərləmək. Kimsə 5 nəfər 500 bal toplayacaq, amma qalan məktəb elə başlı boşuna gedəcək. Direktor özü üçün çalışır, repetitor özü üçün çalışır, yazıq valideyn də gətirib uşağı qoyur orada, elə bilir ki, düzəməli burada dərs keçirlər, gedir, işi ilə, gücü ilə məşğul olur və beynində hələ də bir müəllim rəsmi var, ürəyində müəllim rəsmi var ki, bəli, müəllim mənim düşündüyüm müəllimlərdəndir, mən dərs aldığım müəllimlərdəndir, heç vaxt övladıma bədbəxt. Amma əksinə yanılır. Bu günləri biz cəmiyyət olaraq nə etməliyik ki, orta məktəblərdə bu problemlər həllin tapsın. Artıq 2 sistem yaranıb. Repetitorluq sistemi bir də ki, adını orta məktəblərə yazdır, direktorun qılıncının altından keç. Get, o biri repetitor institutunda oxu. Bax, Şəmsi müəllim, ən böyük dərddən də bir baladır bu. Mənə dəhşətə gətirən odur ki, elə bil ki, son 3 ildə
son 3 ildə məqsədli şəkildə repetitorluq institutunu inkişaf elətdirdi Təhsil Naziri. Təhsil Nazirliyi elə bir siyasət yeritdi ki, artıq repetitorluq biraz da çiçəkləndi. Yəni 3 il bundan qabaq tənqid olunan repetitorluq. Niyə? Birincisi, Azərbaycan Respublikasının təhsil konsepsiyasına görə məktəbin vəzifəsi nədir? Məktəb vətəndaş yetişdirməlidir, Bəli. şəxsiyyət yetişdirməlidir, elədirmi? Bəli. Ta orada yazmır ki, məktəb, ali məktəbə abituriyent hazırlamalıdır, Bəli. düzdür? Bəli. Cəmiyyəti Bu formalaşdırır. cəmiyyətə layiqli adamlar Bəli. şəxsiyyət verməlidir, vətəndaş verməlidir. Sən dediyin kimi gedib hərbi xidmətdə vətənpərvər oğullar getməlidir. Bəli. Düzdürmü? Yaxşı, əgər bu şərt budursa, məktəbin gəlin bu işini qabardağın. Yox, şərt bu deyilsə, onda da məktəbin vəzifəsini dəyişəyin də. Bəli. Ki, onda yazaq ki, məktəb o zaman yaxşı məktəb olur ki, onun məsələn şagirdinin 50% 600 baldan yuxarı bal toplayır. Bir öhdəlik Bu olmalı. yazılmasa da bu saat bununla məşğuldular.